birinizi xoş gördük. Lənkəran rayon Yuxarı Nüvədi kənd Mais Mirzəcanov adına tam orta ümumi təhsil məktəbinin radio qovşağı hər zaman olduğu kimi bugün də sizinlədir. Aparıcınız mən 6B sinif şagirdi Əliyeva Nuray. Mövzumuz Beynəlxalq Ailə Gününə həsr olunur. Ailə həyatın təmal daşıdır. İçimizdəki sevgi hər şeydən üstündür və bizi gücləndirir. Həyatda ən böyük dayağımız, təsəlli və xoşbəxtlik mənbəyimiz ailəmizdir. Bizi əhatə edən ən dəyərli dəstək sistemidir. Ailə həm də uşağın ilk müəllimidir. Uşaq ailədə ən əsas dəyərləri və fəzilətləri öyrənir. Uşaq nəinki akademik təməlini ailədə başlayır, həm də mənəvi tərbiyəsini alır. Ailə ilk növbədə hörmət, xeyirxahlıq, dürüstlük anlayışlarını öyrədir. Uşaqların evlə təmin olunmasını təmin edir. Uşağın təhlükəsizliyinə zəmanət verir. Onlar bilir ki, valideynləri onun əsas qayğıkeşləridir və ev onun üçün ən təhlükəsiz yerdir. Ailə bütün sosial münasibətlərin əsasını təşkil edir. Ailənin əhəmiyyəti onun üzvlərini qeyd-şərtsiz dəstəkləməsindədir. İstər böyük ailə, istərsə də kiçik ailə uşağa uyğunlaşmağı və güzəştə getməyi öyrədir. Ailə üzvlərini ahəngdar hiss etməli və həmrəylik ideyalarını inkişaf etdirməlidir. İnsanın xoşbəxtliyi onun qazandığı dəyərə bağlıdır. Ailə insanın seçimidir və xoşbəxtliyi üçün qazandığı dəyərdir. Ailəni qorumaq vətənini qorumaqdır. Ailəsinə sədaqət dövlətinə sədaqətdir. 15 may dünyada Beynəlxalq Ailə Günü kimi qeyd olunur. Bu aksiya planetimizdə yaşayan bütün insanların diqqətini bir daha ailə problemlərinin həllinə yönəltməyə xidmət edir. Müstəqil Azərbaycanda dövlət ailə siyasətinin əsas prinsiplərinin formalaşması ümumli lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndər milli mənəvi dəyərlərin qorunmasının vacibliyini vurğulayaraq demişdir. Azərbaycan xalqının milli ənənələrindən biri də ondan ibarətdir ki, uşağa diqqət, qayğı hər bir ailənin, hər bir insanın əsas vəzifəsi, mənəviyyatımızın əsas hissəsi olubdur. Ulu öndər Heydər Əliyevin ailə siyasəti Azərbaycanda bugün də məqsədyönlü sürətdə həyata keçirilir. Azərbaycan prezidenti İlham Əliyev və ölkənin birinci xanımı Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva milli mənəvi dəyərlərin qorunmasına böyük diqqət və qayğı göstərirlər. Dövlət başçımız İlham Əliyev müasir Azərbaycanın həyatında ailə dəyərlərinin önəmini yüksək qiymətləndirərək demişdir. Ölkəmizin inkişafı, müstəqilliyimizin daha da möhkəmləndirilməsi üçün və milli dəyərlərin tam şəkildə bərqərar edilməsi üçün ailə dəyərləri daim yüksək olmalıdır. Bugün ölkəmizdə ailələrin rifahının daha da yaxşılaşdırılması istiqamətində mühüm tədbirlər həyata keçirilir. Dövlət ailə siyasəti Prezident İlham Əliyevin imzaladığı fərman və sərəncamlarda bir sıra dövlət proqramlarında özünün uğurlu inkişafını tapmışdır. Ölkəmizin bütün sahələrdə əldə etdiyi uğurlar ailə institutunun inkişafında da öz təsdiqini tapmaqdadır. Beynəlxalq Ailə Günü BMT-nin Baş Assambleyasının qətnaməsinə müvafiq olaraq 1994-cü ildən qeyd olunur. Azərbaycan 2008-ci ildən bu ənənəyə qoşulub. Respublikamızda ailə bayramının qeyd olunması dövlət qadın siyasətinin əyani təcəssümüdür. Ailə dəyərlərinin qorunub saxlanılaraq gələcək nəsillərə ötürülməsi, gənclərin yaşlılara hörmət ruhunda tərbiyə olunması, ailədə sülh və dözümlülük mədəniyyətinin, sağlam həyat tərzinin təbliği məqsədi ilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən ailə bayramı hər il müxtəlif bölgələrdə təşkil olunur. Beynəlxalq Ailə Günü ərəfəsində regionlarda nümunəvi ailələr müəyyənləşdirilir. Bu tədbirlərdə Azərbaycanın əksər rayonlarından iştirak edən 100-dən çox ailə öz xüsusi bacarığını göstərir. Beynəlxalq Ailə Gününün təsis edilməsində əsas məqsəd dünya ictimaiyyətinin diqqətini müasir ailə ilə bağlı problemlərə cəlb etməkdir. Bununla beynəlxalq səviyyədə ailələr, onların rifahı, ailənin risk altına düşməsinin qarşısının alınması,
həyat şəraitinin yaxşılaşdırılması kimi məsələləri gündəliyə gətirmək nəzərdə tutulur. Bugün ölkəmizdə ailələrin rifahının daha da yaxşılaşdırılması istiqamətində mühüm tədbirlər həyata keçirilir. Xoşbəxt ailədə böyüyən uşaq gələcəyin nümunəvi vətəndaşıdır. Şəxsiyyətin formalaşmasında emosional dəstək maddi dəstəkdən daha vacibdir. Emosional rifah üçün ailədə münasibətlər xüsusilə vacibdir. Xoşbəxtlik üçün ailə niyə vacibdir sualına cavab verərkən insanların şəxsiyyət kimi tamamlanması ailədən asılıdır. Ailənin münasibətlərdə müstəqilliyi fərdi məsuliyyətin inkişafını təşviq edir. Ailədə mənalı münasibətlər mənsub olmaq ehtiyacını tənzimləyir. Mənsub olmaq insanların bir-birini qeyd-şərtsiz sevməsidir. İnsan mənsub olduğu zamana və məkana aiddir. Ailədə müsbət ünsiyyət xoşbəxtliyin açarıdır. Qayğı ilə ifadə olunan fikirlər faydalı müzakirədir, mübahisə deyil. Ailə üzvləri arasında sevginin var olması mövcudluq hissidir. Valideynlər həm övladları üçün, həm də bir-birləri üçün mövcud olmalıdırlar. Valideynlər davranışları ilə nümunə yaratmalıdırlar. Ünsiyyət və davranış ailədə sevginin mühafizəçilərindəndirlər. Empatiya quraraq ünsiyyətin və davranışın keyfiyyətini yaratmaq olur. Xoşbəxtliyin qarşısını alacaq hadisələrin təməli qoyulmamalıdır ki, daha sonra inşa olunmasın. Burada böyük bir nəzakət, həssaslıq, şəxsiyyətin ləyaqətinə, ailənin mənafeyinə hörmət və ehtiram lazımdır deyən ümumli lider Heydər Əliyev ölkəmizdə ailə siyasətinin formalaşdırılmasına böyük əhəmiyyət verirdi. Efirimizi görkəmli Azərbaycan şairi Əli Kərimin ailə və mənəvi bağlara dair şeir parçası ilə bitirmək istəyirəm. Mən səni sevirəm, bu sükut içində. Evdə uşaq gülüşü, sənin səsin, həyat. Ailə bir damaltı yox, bir ümid yurdudur. Mən orada tapmışam özümə rahat. Növbəti efirlərdə görüşənədək. Sağ olun, salamat qalın.